Bismillahirrahmanirrahim və bihi nəstə'in innehu xeyru nasirin və mu'in. Salam əzizlər. Quran-ı Kərimdə bir ayə var. Buyurur ki, fəizə fərağtə fənsəb. Buyurur, bir iş bitən kimi istirahətə məşğul olma. Növbəti işlə məşğul ol. Bu ayənin təfsiri öz yerində. Gəlin bu ayənin həyatla, həyat fəlsəfəsi ilə əlaqəsini dəyərləndirək. Qərb alimlərindən biri çox gözəl bir söz deyir. Yazır ki, əgər olacaqları gözləyirsizsə, mən sizə deyim, bir şey olacaq. O da bundan ibarət olacaq ki, qocalacaqsınız. Qocalmaqdan başqa heç nə baş verməyəcək. Siz nəsə etməlisiniz. Baxın, bütün dünyada bu aktual mövzudur ki, insan necə etsin ki, qocalmasın. Əzizlər, fiziki, bioloji qocalmanın qarşısını almaq absurddur, bu mümkün deyil ki. Maddənin, materiyanın xasiyyətidir. Köhnəlsin, çürüsün, zəifləsin, başqa formata keçsin, başqa surətə keçsin, başqa görkəmə keçsin, ya enerjiyə keçsin, ya başqa maddəyə keçsin. Dəyişmək bu materiyanın xüsusiyyətidir. Əsas məsələ, bu materiya çürüyənə qədər, aradan gedənə qədər biz ondan maksimum necə istifadə edə bilərik məsələsidir. Baxın, Quran-ı Kərimdə Əshab-ı Kəhf nümayəndələrinə, heyətinə, Əshab-ı Kəhfin daxilindəki şəxslərə fityətun deyilir. Bir dəstə cavan, bir dəstə gənc. Halbuki biz tarixə baxırıq, onlar o qədər də gənc olmayıblar. İçərilərində orta yaşlılar da var idi. Allah niyə gənc deyir? Niyə görə Allah Taala Quran-ı Kərimdə belə insanlara gənc adlandırır? Niyə görə hədislərdə belə insanlar gənc adlanırlar? Niyə görə Əli əleyhissalam 60 yaşında belə, 63 yaşında belə fəta adlanırdı? La fəta illa Əli. Əli kimi gənc yoxdur. Çünki daim hərəkətdə idi. Daim fəaliyyətdə idi, daim işləyirdi, daim zəhmət çəkirdi. Fəizə fəraqdə fənsəb, bir iş bitdikdə mənim işim bitdi demə, növbəti işə başla. İşi bitirəcək olan Əzrail əleyhissalamdır Allahın izni ilə. O gəlməyincə işlər bitmir. Gözləmə ki, biraz da gözlüyüm, nəsə olacaq, o da qocalıq olacaq. Daim işləmək həyatın özüdür. Həyat işdən ibarətdir. Bugün gəncliyimizin çöhrəsindəki məyusluq, ümidsizlik, həyatda maraq axtarmaq, marağı əyləncədə görürlər, marağı sosial şəbəkələrdə görürük, marağı kefdə. Bu deyil maraq. Həyatın əsl mahiyyətini başa düşən bizim əzdadlarımız idi, dayanmırdılar. Qocalıq bilmirdilər, cavanlıq bilmirdilər, gecə bilmirdilər, gündüz bilmirdilər, istirahət bilmirdilər. Hərəkət və xoşbəxt idilər və həyatlarının mənası var idi və həyatda ümid dolu idilər. Nə intihar var idi, nə başqa əqidələrdə özünü axtarmaq var idi. Bugün hərə bir yola düşüb, biri deyir, mən özümü buddizmdə tapdım, biri deyir, mən özümü məsihlikdə tapdım, biri deyir, mən özümü deizmdə tapdım. Hamı özünü itirir, adını qoyur tapmaq. Siz özünüzü itirmişsiniz, tapmamışsınız. Siz buddist olsanız, deist olsanız, ateist olsanız, həyatda olduğunuz müddətdə işləməkdən başqa, fəaliyyətdən başqa həyat tapa bilməyəcəksiniz. Həyat dirilik deməkdir. Dirilik hərəkət deməkdir. Hərəkət iş deməkdir. İş ümid deməkdir. İş fərəh deməkdir, coşqu deməkdir. Aktivlik insanda vəcd yaradır.
insanda sevinç duygusu yaradır. Bugün psixoloqlar da deyirlər, dini hədislərdə də var. Bütün parametrlərlə baxın, həkimlərin də dediyi budur. İnsanı xoşbəxt edən amillərdən biri yeriməkdir. Ayaqla yerimək. Yerimək, sadəcə yerimək insanda fərəh yaradır. İnsanda xüsusi xoşbəxtlik hormonları yaradır. İnsanda aktivlik, sevinç, coşku yaradır. Dinimizə görə gənclik müminin ölənə qədər xüsusiyyətidir. Niyə? Çünki gənc aktiv deməkdir, fəal deməkdir. Biz ölünün ölü olduğunu haradan bilirik? Oradan bilirik ki, heç bir fəaliyyət göstərmir, heç bir hərəkət etmir, heç yeri tərpənmir, əl tərpənmir, ayaq tərpənmir, göz tərpənmir, gözdə işıq qalmayıb, dodaq tərpənmir. Tərpənmədikdə bilirik ki, ürək də tərpənməyəndə, nəbz də tərpənməyəndə bilirik ki, ölüb. İndi insan diri-diri özünü niyə öldürsün? Əli əleyhissalamın kəlamı ilə desək, niyə biz məyyitül əhya olaq? Yeriyən ölülər niyə olmalıyıq? Biz niyə o qorxu filmindəki ölü insanlar kimi olmalıyıq? Yəni, heç bir ruhu yox, heç bir şey başa düşmür, heç bir istiqamətə getmir, məqsədi yox, hədəfi yox. Bunlar nədən yaranır? Bunlar, bu məqsədsiz, ölgün həyat yaranır fəaliyyətsizlikdən, bekarlıqdan. Bekar olan beynə şeytan öz təlqinlərini yeridir. Və insan başlayır onu düzəltməyə, böyütməyə, yalançı bir inanc yaradıb adını qoyur ki, mən özümü bunda tapmışam. Sən artıq özün yoxsan, sən özünü itirmirsən. Əgər özünü tapmaq istəyirsənsə, qayıt normal həyata, sadə həyata, sadə məntiqlə, sadə argumentlə, hamının başa düşdüyü dillə, anlaşılan məntiqlərlə yaşa. Quran-ı Kərimin dilinə baxın, hamı başa düşür Quran-ı Kərimin məntiqini. İndi dərin adamlar daha dərinliyə vara bilir. Amma Quranın zahir ayələrini başa düşməyən yoxdur. Quran deyir ki, oğurluq etməyin. Necə sadə, hamı başa düşür. Quran deyir ki, başqasına rəva bildiyini özünə rəva bil, özünə rəva bildiyini başqasına rəva bil. Quran-ı Kərim deyir ki, zina etmə, yalan danışma, qeybət etmə, söyüş söymə, adam öldürmə, adam incitmə, təşəkkür ruhun olsun, nankör olma, kafir olma. Hamının başa düşdüyü sözlərdir. Hamının başa düşdüyü sözlərdir. O cümlədən buyurur, fəizə fərəqdə fənsəb, məşğul ol. Resulullah sallallahu aleyhi və aleyh bir səhabələrlə keçirdi, gördü, bir cavan oğlandı. Bir yerdə dayanıb ya oturub, heç bir işlə məşğul deyil. Həzrət ona salam vermədi. Qaydanda gördülər, Həzrət ona salam verdi. Sahabələr soruşdular ki, nə fərq oldu gedişlə, gəlişdə ki, siz qaydarkən ona salam verdiniz? Buyurdu ki, qaydanda gördüm, əlinə bir çöp götürüb yerdə nəsə cızır. Nəsə edir, nəsə edir. Bax, bu çox mühümdür. Uşaqlar, məktəblilər, gənclər, bilmirəm nə işlə məşğul olun. Bir işlə məşğul ol, bir yerdən başla, özünü tapacaqsan. Başlamasan şeytan sənin üçün başlayacaq. Başlamasan iblis sənə yolsuzluq yolunu göstərəcək. Odur ki, buyurur, fəizə fərəqdə fənsəb, dayanma ki, dayanan əzilir, dayanan tapdanır, dayananı iblisin qoşunu oğurlayıb, azğınlıq çöllərində tənha buraxır. Sonra da yol tapmaq çətin olur. Allah bizi şeytanın şərrindən qorusun. Allah'a amanında qalın.